Elə bil bu oyun sizin üçün fikirləşilib. O belə deyim hətta. 16.000 manat üçün oynayırıq əziz tamaşaçılar. 1751-ci ildə Nikeli kim aşkar edib? A. Axel Kronstedt, B. Thomas Lindahl, C. Erik Widmark, D. Rudolf Kniç. Bu sual kimyadan gəldi. Mən 10-cu sinifdə bir müəlliməmiz vardı, dünyasını dəyişib indi. Allah rəhmət etsin. Allah rəhmət etsin. Birinci ürüb 5 aldım kimyadan. 10-cu sinifdə, indi siz bilirsiniz, dostlar da bilir. Yəni 9-dan yığılır, elə bir 10A, 10B olurdu əvvəl. Əvvəl 9A, 9B, 9V, 9D, 9